Cəlal Qaryağdı. Cəlal Qaryağdı 1914-cü il iyunun 2-də Şuşa şəhərində anadan olmuşdur. Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, böyük xanəndə Cabbar Qaryağdı oğlunun qardaşı oğludur. Erkən yaşlarında ata-anasını itirib. Onu xalası ilə nənəsi böyüdüb. 1927-ci ildə Cəlal Bakıya gəlib. Burada rəssamlıq məktəbinə qəbul olunur. Sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında davam etdirir. Lakin maddi imkansızlıq səbəbindən təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. 30-cu illərdə qəzetlərdə rəssam, həm də rəssamlıq məktəbində müəllim olaraq çalışır. 40-cı illərdə heykəltaraşlıq əsərlərini yaratmağa başlayır. Böyük Vətən müharibəsi illərində cəbhə qəzetlərində siyasi karikaturalarla çıxış etmiş, müharibədən sonra insanların bədii obrazları üzərində işlənmişdir. İçəri şəhərin qala divarlarının yaxınlığında görkəmli satirik şair Mirzə Ələkbər Sabirin heykəli Cəlal Qaryağdının ilk böyük işlərindən biridir. Cəlal Qaryağdının monumental dekorativ heykəltaraşlıq əsərləri bədii ifadəliyi və dinamikliyi ilə diqqət cəlb edir. Nəriman Nərimanovun heykəli, Sovet İttifaqı qəhrəmanı General Həzi Aslanovun abidəsi Azərbaycan heykəltaraşlığının qiymətli nümunələri sırasındadır. Sənətkar həmçinin Qara Qarayevin, Fikrət Əmirovun, Bülbülün, Niyazinin, Cahangirovun və başqalarının büstlərini yaradıb.